Biri var ki məlumatsız insan, bir də var ki cahil insan. Məlumatsız insanlara bizim məlumat verməyimiz borcumuzdur. Çünki biz videolar çəkərək elektrik, hibrid və plug-in avtomobil haqqında danışırıq və onlara məlumat verməyə çalışırıq. Amma cahil insanlara nə qədərsə sübutla, dəlillə, nəyisə başa salsan da həmin insanlar həmin informasiyanı qəbul etmək istəmir. Məsələn, onlar sürətli, belə deyək, şarj məntəqələrində hər hansı bir maşının 70 kilometr range, məsəl üçün 70 kilometr yol qət etmək üçün sərf olunan şarjı 2-3 saat vaxt sərf etdiklərini görürlər və bunlar düşünürlər ki, elektrik avtomobilləri də belədir. Ay insanlar, belə deyil. Məsələn, Tesla'dan misal göstərim. Tesla 450 kilometr, 500 kilometr range verir. Yəni 450-500 kilometr siz bu maşından qət edə bilirsiniz. Bunu isə siz sürətli şarj məntəqələrində 40-45 dəqiqə şarj edə bilirsiniz. Bu da təqribi 10, 11, 12 manat sizə başa gəlir. Əgər evdə bunu şarj etsəniz isə bu 5-6 manat olacaqdır.